Mən klinik psixoloq Hüseynova Sada və bugün sizə çox tez-tez rastlanan bir hal haqqında danışmaq istəyirəm. Mənim hər hansı bir pasiyentim tutalım ki, seanslara gəlir, nəticə alır, terapiyadan xoşu gəlir, problemini həll edir və öz ailə üzvünü, bilmirəm, öz sevgilisini, dostunu, valideynini və s. göndərir terapiyaya ki, onun da psixoloji problemləri var, o da həll olunsun. Digər insan seansa gələndə mən başa düşürəm ki, bu insan öz istəyi ilə, öz iradəsi ilə gəlməyib, onu məcburən göndəriblər, ona görə gəlib. Unutmayın ki, terapiya məcburiyyət deyil, bir qərardır. Və psixoloqun əlbəttə ki, əlində çox şey ola bilər, çox böyük bir gücə sahib ola bilər öz biliklərinə görə. Amma bir insan əgər dəyişmək istəyirsə sadəcə dəyişir. Çox güclü bir psixoloji probleminiz ola bilər. Ola bilər ki, sizi çox şiddətli şəkildə narahat edən bir şey olsun. Şiddətinin dozundan asılı olmayaraq, əgər siz bunu dəyişmək istəyirsinizsə, bu sizdə %100 düzələcək. Mən sizə bunun sözünü verirəm. Bu sizdə %100 düzələcək. Ola bilər ki, biraz daha çox vaxt tələb etsin, amma düzələcək. Çünki siz bunun düzəlməyini istəyirsiniz. Çünki siz bunun düzəlməsi üçün çalışacaqsınız. Amma bəzi insanlar psixoloji problemlərinin düzəlməsini istəmir. Bəzi insanlar psixoloji problemlərinin xəssiyyət olduğunu düşünür. Açıqlamanı oxuyun və heç kəsi terapiyaya məcbur eləməyin. Sağ olun.